Salam dəyərli izləyicilər. Burada sualımıza qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətlərinə aid deyil. DN2-nin təhlükəsinə qarşı mübarizə bu 1919-cu ilin iyun ayında olmuşdu. Qarayazının yuxarı hissəsinin Gürcüstana birləşdirməsi nazirə verilməsi. Bəli, bu DN2-nin yuxarı hissəsinin Gürcüstana verilməsinin razılıq verilməsi də var idi. Burada isə aid olmayan istəyir. Batum vilayəti ilə bağlı qaldırılan iddianın AXC hökumət tərəfindən qəbul edilməsi. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti dövründə deməli, Batum vilayəti ilə bağlı AXC-nin hökumətinin qəbul edilməsi bu da var idi. Tiflisdə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsi, Paris Sülhməli Gürcüstan nümayəndəliyi ilə sıx əməkdaşlıq edilməsi. Tiflisdə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsi. Burada Tiflisdə fəaliyyət göstərməyib, ona görə D variantı uyğun cavabdır. Gürcüstan nümayəndəliyi ilə sıx əməkdaşlıq var idi. Deməli, burada uyğun cavabımız D variantı olar. Digər bir sualda Səttarxandan fərqli olaraq Xiyabani və Pişəvəri. Xiyabani Qacarlar dövlətinin siyasətinə qarşı çıxmışdır. Səttarxan da Qacarlara qarşı çıxıb, bu səhvdir. Cənubi Azərbaycanda muxtariyyət verilməsi, Xiyabani muxtariyyət verilməsi nəzərdə tutub, doğrudur. Şah məmurlarının müəyyən müddət təbizdən çıxarılmasına nail olmuşdur. Bu da oxşar cəhətdir. Pişəvəri Cənubi Azərbaycanda milli hökumət yaratmışdır. Səttarxandan fərqli, bəli, milli hökumət yaradıb, doğrudur. Təbrizdə yerli icra orqanı yaratmışdı. Bu da, yəni Səttarxanda da əncəmi vardı bu. Cənubi Azərbaycan müstəqillik verilməsi tələbini irəli sürmüşdür. Müstəqillik verilməsi, tam müstəqillik verilmirdi. Ona görə də burada bir də B olmalıdır. 2-də A variantı olmalıdır. Doğru cavabımız D variantında doğru cavab verilmişdir.